İndi də sözü Ay İşığı qrupunun dəyərlisi Şəhriyar müəllimə söz veririk. Öz haqqında özü məlumat verər və qazilərimizi təbrik edər inşallah. Buyurun Şəhriyar müəllim. Özüm haqqında qısa konkret deyim. Mən Sumqayıt Şəhər İctimai Nəzarət Təşkilatının sədriyəm. Bu günləri sizin bu Ay İşığı qrupunda qazilərimiz Azad qardaşımızdır, İlham qardaşımızdır. Onun tədbirində mən də bu təşkilatın rəhbəri olaraq iştirak edirəm. Sizin yəni bu dəvətinizi çox məmnuniyyətlə qəbul elədim. Mənim yəni bu müharibə başlayandan demək olar ki 88-ci ildən bu tərəfə amalım, fikrim, zikrim yəni həmişə bizim o qazilərimizin, şəhidlərimizin, veteranlarımızın yanında olub. Bugünkü gözəl gündə mən də iştirak etdiyim üçün bu təşkilatın rəhbəri olaraq hörmətli Azad qardaşımıza, hörmətli İlham qardaşımıza, onların timsalında bütün qazilərimizə Allahdan can sağlığı diləyirəm. Allahdan yaralı qazilərimizə şəfa diləyirəm. Dünyasını dəyişmiş, yəni yeri cənnətlik olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah onlara qəni-qəni rəhmət eləsin. Günahlarını Allah bağışlasın. Bacardığım qədər mən də bu günləri o müharibə iştirakçılarından, qazilərimizin, şəhid ailələrimizin biz də bir ictimai nəzarətçi olaraq onların yanındayıq. Ətrafımda olan bizim təşkilat üzvlərimiz, onlar da bacardıqları qədər yəni bu təşkilatın inkişafı üçün və ümumilikdə dövlətimizə, dövlətçiliyimizə, eləcə də haqqı hüquqları pozulmuş insanlarımıza bacardığımız qədər təmənnasız xidmət edirik. Bir daha sizləri təbrik edirəm. Sizlərin timsalında bir daha bütün qazilərimizi təbrik edirəm. Yaralı qazilərimizə Allahdan şəfa diləyirəm. Şəhidlərimizə isə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm inşallah. Çox sağ olun, təşəkkür edirəm.